O aktyor olmasa da, amma onun məzarını çox axtarmışdım. Söhbət 1962-ci ildə lentə alınan Böyük Dayaq filmində Lal Hüseyn obrazını yaradan Qədirağa Əzimov haqqında danışacağım. Qədirağa Aslan oğlu Əzimov 1919-cu il yanvarın 1-də Bakıda anadan olub. Onun haqqında çox da məlumatım yoxdur. Çünki Qədirağa Əzimov aktyor olmayıb. Amma mən onun məzarını çoxdandır axtarırdım. Və burada Nardaran kəndində onun məzarını tapdım. Və buradakı mollalardan da soruşdum və mənə bildirdilər ki, onun yaxınlarını tanımırlar. Mən bir neçə aktyorlarımızdan da soruşdum. Onun haqqında heç kimin məlumatı olmadı. Amma cəmi bir filmdə çəkilib. 1962-ci ildə kino rejissor Həbib İsmailovun lentə aldığı Böyük Dayaq filmində Lal Hüseyn obrazını yaratmışdır. Film yazıcısı Mirzə İbrahimovun eyni adlı romanının motivləri əsasında çəkilmişdir. Filmin rejissoru Həbib İsmailov və əsərin senari müəllifi Mirzə İbrahimovdur. Filmdə kənd təsərrüfatından gedən işlərdən söhbət açılır. Ada sen neyledin? Ay Lal Hüseyin, bu ne işti başımıza açtın? Qədirağa Əzimov haqqında çox da məlumatım olmasa da, bu videonu qısa olsa da çəkdim ki, heç olmasa indiki nəsillər Böyük Dayaq filminə baxanda Lal Hüseyn obrazını yaratmış, aktyor olmasa da Qədirağa Əzimovdur. Olub şanına ağır olub, belə istərlər. Ağzın çörəyə çatdı, çörək gözlüyü tutsun. Hakkın var atam, onu öldürsən də hakkın var. Yox, öldürməyəcəyim. Yapışacağım yaxasından, atacağım briqadırlıqdan bayra. Qoy gedib tövlə təmizləsin. Ulala, elə o da azdır. Səndən bu yastı Salman ondan da bettərsin. Avaranın birisi. Mən buradakı mollalardan da soruşdum və mənə bildirdilər ki, Qədirağa Əzimovun əsli Nardaran kəndindəndir. Burada onun həyat yoldaşı Məsmə xanım da dəfn olunub. Böyük Dayaq filmində Qədirağa Əzimovun səsini xalq artisti Məlik Dadaşov səsləndirib. Bugün yanvar ayının 1-i Qədirağa Əzimovun anadan olmasından 107 il keçir. Və bu qısa videonu da onun əziz xatirəsinə həsr edirəm. Gəlmişkən də məzarı təmizdir. Yenə də məzarının ətrafını yuyub təmizləyəcəm. Məzarının ətrafı təmiz idi, amma yenə də gəlmişkən də həm Qədirağa Əzimovun, həm də onun həyat yoldaşı Məsmə xanımın məzarının ətrafını yudum, təmizlədim və qısa olsa da bu videonu Qədirağa Əzimovun
bu gün anadan olmasından 107 il keçir və onun əziz xatirəsinə həsr edirəm. Ha kızım, körpe sütsüz bölmez, pambık susuz. Ay kişi sen brigadirsen bilirsen muğan torpağı şoran torpağıdır. Belə selləməsi var mı torpağı daha da şoranlaştırır. Bitkini boyatmağa koymur. Tez suçunu tapsın da Ha, bana. yer benimki değil ki. Yer senin değil kalkos senindir. Ha kızım, her şey sana yakanda. Hara gelirse dayan. Dayan diyorum sana. Biz hər dəfə də Böyük Dayaq filminə baxanda orada Lal Hüseyn obrazını yaratmış aktyor olmasa da Qədirağa Əzimovu görürəm. Qədirağa Əzimov 1985-ci il yanvarın 29-da 66 yaşında dünyasını dəyişib və o Nardaran kənd məzarlığında dəfn olunub. Allah Qədirağa Əzimova və onun həyat yoldaşına rəhmət eləsin. Ruhları şad olsun.